Salam, hörmətli tələbələr və riyaziyyat həvəskarları. Mən İffət müəllim Şıxəliyev. Bu günlərdə növbəti bir videonun qarşınızdayım. Vaxt itirmədən videomuza keçid edək. Birinci sualımız bizə deyir ki, uşaqlar, deməli, düzbucaqlı üstbucağın bucaqları ədədi silsilə əmələ gətirirsə, kiçik bucağı tap. Düzbucaqlı üstbucağın bucaqları ədədi silsilə əmələ gətirirsə, kiçik bucağı tap. Əgər bizə belə bir sual verilibsə, avtomatik olaraq biz necə düşünməliyik? Biz bilməliyik ki, düzbucaqlı üstbucaq verilib bizə. Bu 90 dərəcəli düzbucağı. Burada alfa bucağı və beta bucağı qalır. Biz bilirik ki, alfa ilə betanın cəmi nəyə bərabərdir? 90 dərəcəyə bərabərdir. Hə? İndi bu sualı həll etmək üçün ya sən testdə olan variantlardan istifadə edərsən, ya da ki, əvvəlki biliklərindən. Məsələn, mən bunu ən sadə dildə izah edəcəm sizə. Uşaqlar, burada 90 dərəcəsi alfa plus beta üçün hansı ifadələr doğru olar? Məsələn, alfaya deyərsən 45 olsun, betaya deyərsən 45 olsun. Onda ədədi silsilə alınır, yox. Məsələn, alfaya deyərsən məşhur nə var? 30 var. Məsələn, betaya deyərsən 60. Bu halda ədədi silsilə əmələ gətirərmi? Bəli, əmələ gətirər. Niyə? 30, 60, 90 olacaq da. Yəni, hər biri 30 dərəcə artacaq. Bax, bu ədədi silsilə əmələ gətirəcək. Dedik ki, kiçik bucaqda 30 dərəcə olar. Yəni, bunu yadda saxlaya bilərsiniz. Sonra, məsələn, belə bir sual var. Deyir ki, y bərabərdir kök altında x üstəgəl 8. Deyir, bu funksiyanın qiymətlər çoxluğunu tap. Bunun qiymətlər çoxluğunu deyirsə, sən bilirsən ki, x plus 8 nə olmalıdır? Həmişə 0-da böyük bərabər olmalıdır. Onda nə olur? X böyük bərabər olmalıdır mənfi 8-dən. Deməli, bunun qiymətlər çoxluğu nə olacaq onda? Mənfi 8-dən müsbət sonuçluğa doğru nə olacaq uşaqlar? Qiymətlər alacaq. Bəli, mənfi 8-dən müsbət sonuçluğa doğru qiymətlər alacaq. Çünki mənfi 8 verəndə x-ə 0 olur. Kökdə 0-dan nə çıxır? 0 çıxır. Yəni, modul kökdə 0 ola bilər. Mənfi 8-dən müsbət sonuçluğa qədər qiymətlər ala bilər. Bundan sonra biz baxırıq nəyə? Biz baxırıq belə bir suala. Deməli, bunu bilən buradan sual tapın. Hara getdi bu PDF? Suallar PDF-dədir, uşaqlar. PDF-də bağlananda avtomatik sual qalır belə. Belə bir suala baxaq. Belə bir suala baxaq. Deyir ki, A çıx 3. Burada yazıb kökdə A üstəgəl kökdə 3. Deyir, bu ifadəni sadələşdir. Bu necə həll edəcək uşaqlar? Bu nəyə bərabərdir? Bu özü kökdə A-nın kvadratı çıx kökdə 3-ün kvadratıdır. Hə? Məqsədicə də yazıram nə? Kökdə A üstəgəl kökdə 3 bərabərdir. Sürəti nə forma yazacaq? Sürəti yazaraq ona kökdə A çıx kökdə 3 vur nə? Vur kökdə A plus kökdə 3. Məxrəcə düşür nə? Kökdə A üstəgəl kökdə 3. Onda bu müsbətlər ixtisar gedir yerdə qalır nə? Kökdə A çıxılsın nəyə? Kökdə 3 qalır. Elə deyilmi? Cavab eləyəcək, bax uşaqlar. Bax, kökdə A çıx nə? Kökdə 3 eləyəcək cavab. Yadımıza saxlayaq bu tiplərin də həllini. Bundan sonra baxırıq burada maraqlı nə kimi suallar var. Həm vaxta görə tez olsun, həm də daha qısa konkret olsun. Hə, məsələn, belə bir dənə sual verilib burada. Deyir ki, 2 böyük bərabərdir x üstəgəl 3. Böyük bərabərdir 15. Bərabərliyində x-in aldığı qiymətlərin cəmini tap. X-in aldığı tam qiymətlərin cəmini tap, daha doğrusu. Neynəyərik? Hər tərəfdən birinci 3 çıxarıq. Onda nə baş verəcək? Buradan 15 çıx yazarıq. Burada baxaq, mənfi 1, x, 12. Buradan x-in aldığı qiymətlər nə olur? Mənfi 1, 0, gələcək hara qədər? 12-yə qədər. Yəni, mənfi 1-dən 12-yə qədər bütün qiymətlərin cəmi. Şöyle bunu toplamaq üçün nədir? Elə bil ki, 1-dən, neyəsə, 1-dən yox, 2-dən 12-yə qədər ədədləri toplayarsan, bunun nəyini alarsan, bunun cavabını ala bilərsən. Yəni, 2 üstə 3 üstə 4 üstə 5 üstə 6 üstə 7 bu qayda 12-yə qədər həll edə bilərsən. Bu da sənə həmin istədiyin nədir? Cavabı vermiş olar. Lap istəsən, bunu bilirsən ki, ədədi silsilədir. Da belə deyil. Məsələn, səndə bunda A birinci hədd 2 olar, A ikinci hədd 3 olar. Deməli, onda belə çıxır ki, A 11-ci hədd 12 olar. Səndə onda bu 3, 11 həddin cəmi lazımdırsa,
Sən nə edəcəksən? Yazacaqsan ki, 2 üstəgəl 12 böl 2 vur 11. Bu da sənə verəcək 7 vur 11. Cavab 77 eləyəcək. Çox böyük ehtimal. Yəni, yazıb yoxlaya da bilərsiniz siz. Baxırıq nəyə? Belə bir sual var. Hə, bu buraxılışa düşür, qəbulda düşə bilər. Çox qəşəng bir sualdır. Deyir 2n kvadrat çıx 3n üstəgəl 18 böl n. Deyir, bu iki əsərin qiyməti naturalda da olsun. Deyir, elə bil ki, sən burada n-ə hansı qiyməti versən, üzr istəyirəm, şərti oxumadım. Deyir, n-ə hansı qiyməti versən, ifadənin qiyməti tam ədəd olar. N-ə hansı qiyməti versən, ifadənin qiyməti tam ədəd olar. Bunu belə yazırsan ki, 2n kvadrat böl n çıx nə? 3n böl n üstəgəl 18 böl n. Buradan nə alırsan? Buradan alırsan 2n çıx 3 üstəgəl 18 böl n. Bunun tam ədəd olması üçün nə etməlisən? N-ə nə qiymətləri verməlisən? N-ə verməlisən 18-in bölənlərini. 1, 2, 3, 6, 9 və 18. Məsələn, neçə tam qiymətini? Məsələn, n-in sual belə idi ki, ifadədə n-in neçə tam qiymətində tam ədəd olar? Hə, neçə tam qiymətində tam ədəd olar? Bu qiymətləri verə bilərsən, bir də bunların nəyin əksini? Mənfilərlə olan. Yəni, nə qədər? 1, 2, 3, 4, 5, 6 dənə idi. 2 dənə 6-nın, yəni 12 dənə. Cavab olacaq 12 dənə qiymətində sən bu ifadəni tam ədədlər ala bilərsən. İnşallah video xoşunuza gəldisə, videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. Hələlik.